Sarımsaqlı qatıq var burada. Belə. Bir də burada təzə paxla. Buna mən paxla deyirəm. Biz paxla deyirik. Siz isə lobya deyirsiniz. Bəzi bölgələrdə lobyadır, bəzi bölgədə paxladır. Bunu keçən gün mukbang seçəndə mən paxla deyəndə mənə dedilər ki, o paxla deyil, lobyadır. Nəysə biz buna belə deyirik. Deyirik. Nəysə. Qəşəngdir. 5 manat almışam paxlançı olsun. Gəldik bu mövzuya ki, bəs mən evə niyə qayıtdım? Rəylərdə yazırsınız ki, baxıram bir-birinizə müzakirə edirsiniz. Canlıların rəyində, orada, burada. Ki, adamla dolanan deyil, yola getmədi, gəldi. Səbəb o deyil. Və yaxud da dalaşdı, gəldi. O da deyil, dalaşmamışam, normal insan kimi. Amma mən gedirəm evə, bəs mən daha ev daha rahatdır. O deyib, hə bala, Allah şaban desin, müsyo. Heç bir arada problem yoxdur, yine əvvəlki qaydada. Sadəcə, mən oraya köçəndə, mən Mamaqda köçəndə, mən düşünmədim. Çünki orada elə bir vəziyyətdəydim ki, yəni düşünəcək halda deyildim. Yəni, sadəcə istəyirəm evdən çıxım. Düşündüm ki, evdən çıxsam daha yaxşı olacağım, daha yaxşı özümə gələcəm. Düzdür, yaxşı təsirlədi. İlk bir həftə, 10 gün qəşəng oldu. Amma sonradan 1'ə 5 artdı qızlar, 1'ə 5. Ölürəm ağlamaqdan, ölürəm, pis oluram, o qədər pis oluram. Bu səfəri evdən uzaq düşdüyümə görə pis oluram ki, evimə getmək istəyirəm mən. Mən axı sərbəst yaşamağa öyrəşmişəm. Nəysə, az günüm keçdi. Düşünürüm ki, yox da bəlkə səbr eləyim, bəlkə. Baxdım, yox, yəni mənlik deyil də. Mən hökumət evinə öyrəşmişəm, həyət evi mənlik deyil. Hamam ayaqolu evin içərisindədir. Əsas paltaryana görə çox narahat idim. Ona görə də uşaqları da yığdım başıma, gəldim evə. Evə də gələndən sonra çox yaxşı deyildi. Amma indi yavaş-yavaş düzəlirəm. Belə də yəni. Mən sərbəstliyimə, rahatlığıma çox öyrəşmişəm. Orada düzdür mənə qısıtlamırdılar, belə şeyləmirdilər. Amma artıq 38 yaşım var da, yəni son 5 ildə, 6 ildə mən sərbəst yaşayıram. Mənim üçün çətin oldu, yəni valideyn yanına köçmək, orada yaşamaq. Bu ya.